Salam. Artinin əvvəlki illərdə sertifikasiyaya aid paylaşmış olduğu belə bir sualı sizlər üçün yenidən paylaşmış olacağam. Sualda deyilir: hansı funksiya metod icra olunduqdan sonra qiymət qaytarmır? Ümumiyyətcə bunun hər biri bir metoddur. Qiymət qaytarır nə deməkdir? Qiymət qaytarmır nə deməkdir? Ümumiyyətcə mən bunun izahını sizə Pythonda proqramda açıq-aydın göstərəcəm ki, bu sual həminki illərdə hər kəsi çaşdırmışdı. Gəlin yaxından yenidən bir daha baxaq ki, qaytarır nə deməkdir, qaytarmır nə deməkdir. Replace birinci biz bilirik ki, replace əvəz etmə deməkdir. Elə deyilmi? Əvəz edir. Məsələn, bir dənə A dəyişəni götürək və A dəyişənində bir sətir verək. Sətirdə yazaq, məsəl üçün, imtahan. İmtahan sətri verək. İmtahan sətrini əvəz edək nə ilə? Replace. Replace. Gəlin i-ni dırnaqda verməliyik də mütləq. I-ni biz əvəz edək bir A dəyişəni ilə. Replace əvəz edir. Görək i-ni A ilə əvəz edəcəkmi? Baxın, i-ni A ilə əvəz etdi. Yəni amtahan yazdı. Yəni burada qiymət qaytarır. Deməli replace nə etdi? Qiymət qaytarmış oldu. Qiymət qaytarmış oldu. Ona görə də bizə amma şərtdə nə deyir? Bizə deyir qiymət qaytarmasın. Gəlin replace-in üzərindən xətt çəkək ki, deməli bizə çaşqınlıq yaratmasın. Bu birinci sualı bir dəqiqə qələmimizi tapaq. Pen. Deməli, birin üzərindən xətt çəkdik ki, bizə qiymət qaytarmır. Qayıdaq proqramımıza, keçək ikinci metodumuza baxaq. İkinci metodda nədir? İkinci metodda buradan başlayaq, təkrar yazmasın. Bir dəqiqə. İkinci metodda append. Append nə edir? Append əlavə edir. Yəni, A bərabərdir. Bir dənə siyahı götürək. Siyahıda yazaq ki, 2, 4, 5, 6. Siyahımızı verdik. İndi bura bir dənə 7 yazıram. 7-ni yazıram ona görə ki, bilirik ki, append əlavə edir. Yəni, sətrin sonuna 7-ni əlavə edir. Baxaq görə qiymət qaytarır, yoxsa yox. Baxın, qiymət qaytarmadı. Deməli, bizə lazım olan şərtlərdən hələ ki, biri ikincidir. Amma A dəyişəninin arxasını vermiş olsa, A yazsaq, baxın, 2, 4, 5, 6, 7-ni sona gətirir. Sətrin sonuna gətirmiş oldu 7-ni. Amma əvvəldən bizə heç qiymət qaytarmadı. Amma replace də nəticəni verdi. Nəticəni o dəqiqə verdi. Amma burada demək olar ki, bu bizdə qiymət qaytarmış şərtini ödəmiş oldu. Bunun üzərini, bunu bir dairəyə alaq ki, yəni bu bizdə seçilsin. Deməli, şərtin biri ödəyir. Sonra baxaq növbəti suala, sonra count gəlir. Məsəl üçün, count nə edir? Sayır. A bərabərdir. Belə bir sətir yazıram. Mənə deyirəm. Burada nələri say? E-ləri say. Baxın, count artıq qiymət qaytardı. Yəni, 2-ni qaytardı. Yəni, E hərfindən neçə dənədir? Esmer sözündə 2 dənədir və 2-ni qaytarmış oldu. Deməli, count da qiymət qaytarır. Bizdə hələ ki, şərtə uyğun deyil. Deməli, bunu da üzərindən bir dənə xətt çəkirəm. Bu da bizə lazım deyil. Sonra insert-ə baxaq görək. Düzdür, biraz vaxt aparandı, amma əsas odur ki, mahiyyət etibarilə başa düşək ki, nə demək istəyir. Insert isə əlavə edir. Məsəl üçün, bir A dəyişəni götürək. A dəyişənində, məsəl üçün, yaza bilərik ki, belə bir şey yazaq. 1, 3, 4, 5, 6. Məsəl üçün, aşağıdan verək. Insert. Insert 5. Məsəl üçün, 5-ə, 5-ci sətrə yazsın 8-i əlavə etsin. Belə bir proqram yazaq. Baxaq görək nə baş verir. Baxın, yenə də qiymət qaytarmadı. Amma özünə baxaq görək nə demək istəyir. Yəni 6-nın sonunda, yəni 0, 1, 2, 3, 4, 5. Yəni 6-dan sonra gələn 5-ci sətrə deyir ki, 8-i əlavə elə.
8-i insert əlavə etdim. Amma bu da nə etmir? Bizə qiymət qaytarmır. Ona görə də şərtlərdən biri də bu olmuş oldu. Axı bizə dedi axı qiymət qaytarmasın. Sonra baxaq 5-ciyə. 5-cidə nə deyilir? Upper'dan da, yəni upper böyütmədir da bu da hərfləri. Məsəl üçün Esmer yazdım və aşağıda bir dənə upper verdik metodumuz. Ay, burada artıq sintaktik yazılışa səhv verdiyimə görə qoy proqramı yenidən yazım. Çünki bir hərfi səhv yazanda nə istəyir bizdən? Deyir ki, burada artıq səhvləri düzəltmək olmur da. İndi onun arxasınca gedirəm. Yəni əvvəlkilərə də dəyməyəcəm, saxlayacağım. Baxaq, harda qalmışdıq? A. Yəni A bərabərdir. Sətrimizi yazaq. Baxın, qiymət qaytardı. Yəni, kiçik hərfləri böyük hərf rejimində yazdı. Yəni, upper elədi. Deməli, bu qiymət qaytarır. Bizim şərtimizdə isə qaytarmır deyirdi. Bu da bizə aid deyil. Baxırıq, görək sort nə iş görür? Bəs qiymət qaytarır, yoxsa qaytarmır? Bilirik ki, sortlamaq, yəni artma ardıcıllığı ilə yazmaq deməkdir. Qiymətləri daxil edək. Məsəl üçün 1, 3, 7, 2, 8 və 9. Belə bir dəyişən yazdım ki, bunu sortlasın. Aşağıdan A nöqtə sort. Baxaq görək qiymət qaytarır ya yox. Baxın, bu da qiymət qaytarmadır. Amma özündə nə iş görür bu? Özündə A dəyişənində. Deməli, 1, 2, 3, 7, 8, 9 verilmiş bu siyahını bizə artma ardıcılığı ilə verir sort. Deməli, bu da bizə qiymət qaytarmadı. Qiymət qaytarmadı. Deməli, bunlardan biri də 6 olmuş olur. Deməli, şərtimizdə 2, 4, 6 variantlar, yəni B bəndi ödəmiş oldu. Deməli, buradan əvvəlki videonu geri çevirib baxa bilərsiniz. Buradan bizə aydın oldu ki, qiymət qaytaran funksiyalar, metodlar hansılardır və qiymət qaytarmayanlar hansılardır. Beləliklə izahını da sizlər üçün vermiş oldum. Hələlik.